Quba rayonunda ali məişət zəminində baş verən şiddət hadisəsi ilə bağlı cinayət işi açılıb. Hadisə rayonun kəndlərindən birində ötən ilin fevral ayında qeydə alınıb. 1993-cü il təvəllüdlü alim axşam saatlarında yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. Şəxsi münasibətlər fonunda yaranan gərginlik qısa müddətdə fiziki zorakılığa çevrilib. Mübahisə zamanı kişi qadının üz nahiyəsinə şillə və yumruqla zərbələr indirərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Faktla bağlı alimə qarşı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs məhkəmə ifadəsində törətdiyi əməli etiraf edərək özünü tam təqsirli bildiyini qeyd edib. O ifadəsində göstərib ki, 2018-ci ildə Aynur ilə rəsmi ailə həyatı qurub, həmin evlilikdən 3 övladı dünyaya gəlib. Evləndikdən sonra aramızda hər hansı mübahisə olmayıb. Lakin son bir neçə aydır ki, müxtəlif bəhanələr gətirərək Aynur mənimlə mübahisə etməyə başladı və biz boşanmaq üçün Quba rayon məhkəməsinə müraciət etdik deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, təxminən 2025-ci ilin fevral ayının əvvəllərində Aynur öz başına balaca qızı Elnarəni də götürərək Xaçmaz şəhərində yaşayan anasının yanına gedib. Fevralın 10-da Aynur yenidən evə qayıtdı və onun yaşadığı evə qalmaq istəmədiyini dedim və mübahisə etməyə başladıq. Mübahisə zamanı Aynur məni ağır söyüb təhqir etdi. Mən Aynuru sakitləşdirməyə çalışsam da buna məhəl qoymadı. Mən də əsəbləşərək Aynura şillə ilə sifətindən vurdum. Qolundan tutaraq yaşadığımız evdən çölə çıxardım. O evdən getdi deyə təqsirləndirilən şəxs qeyd edib. İş üzrə zərər çəkmiş Aynurun sözlərinə görə əri alim ilə münasibətləri əvvəllər yaxşı olsa da sonradan aralarında tez-tez ailə münaqişələri baş verib. Mübahisələrə səbəb alim ilə xarakterik baxımdan yola getməməyim, eləcə də onun psixi problemləri olması olub. Münasibətlərimiz pisləşdiyindən ilk əvvəl boşanma üçün müraciət etsəm də qaynımın təkidi ilə müraciətimi geri götürdüm. Sonra isə alim özü boşanma üçün rayon məhkəməsinə müraciət etdi. Buna baxmayaraq biz eyni evdə yaşamağa davam etdiyimiz üçün aramızda mütəmadi mübahisələr yaranıb deyə zərər çəkmiş ifadəsində göstərib. Zərər çəkmiş qeyd edib ki, təxminən 2025-ci ilin fevral ayının əvvəllərində alim onu evdən qovduğundan Xaçmaz şəhərində yaşayan anasının yanına gedib. Fevralın 10-da evə geri qayıtdım. Evə qayıtdıqdan sonra saat 19 radələrində aramızda təkrar mübahisələrimiz yarandı. Alim məndən evi tərk etməyimi tələb etdi. Mən isə alimə hazırda rəsmi olaraq boşanmadığımı, məhkəmə qərarı verdikdən sonra gedəcəyimi dedim. Mübahisə zamanı alim məni şillə və yumruqla döyərək evdən çıxarmaq istədi. Mən isə məcburiyyət qarşısında qalaraq polisə zəng edərək şikayət etdim deyə o ifadəsində göstərib. Bu cinayət işinə rayon məhkəməsində baxılıb, məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərər çəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərər çəkmiş ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilib. Bundan başqa Bakının Sabunçu rayonunda 40 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. Hadisə ötən ilin iyulun 13-də rayonun Zabrat qəsəbəsində baş verib. 1986-cı il təvəllüdlü Əhməd həmin gün saat 21:40-da qeyri-rəsmi münasibətdə olduğu Fatimə ilə mübahisə edib. Onların mübahisəsi Zabrat qəsəbəsində marketin arxa hissəsində yerləşən boş sahədə baş verib. Aralarında ailə məişət münaqişəsi
müdaxiləsi zəminində yaranmış mübahisə zamanı qəsdən əli ilə baş və üz nahiyəsinə bir neçə dəfə vurub ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Əhmədin barəsində Cinayət Məcəlləsinin 127.1-ci zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, qeyri-rəsmi münasibətdə olduğu Fatimə ilə təxminən 1 il 6 aydır münasibəti var. İndiyə qədər aramızda dəfələrlə münaqişələr olub. Məlum hadisə günü təxminən saat 21:50-də marketin yaxınlığında olarkən Fatimə dayanacaqda avtobusdan düşdü. Marketə girmək istəyərkən Fatiməyə yaxınlaşdım, şəxsiyyət vəsiqəmi verməyini istədim. Lakin kobud cavab verdiyi üçün onu söhbət etmək üçün marketin arxasına heç kimin olmadığı yerə dəvət etdim. Fatimənin sözlərindən əsəbləşdiyim üçün üz nahiyəsinə bir neçə dəfə əlim ilə zərbələr indirdim. Daha sonra o yerə yıxıldı. Yalnız sifət nahiyəsindən 2 dəfə zərbə vurdum. Bundan başqa zərbə vurmamışam deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edir ki, zərbənin təsirindən Fatimə yerə yıxılıb. Daha sonra onu ayağa qaldırdım. Fatimənin yerə yıxılmasına səbəb onun başına tez-tez fırlaması olub. Ayağa qalxdıqdan sonra məni daşla vurmaq istəyərkən oradan uzaqlaşdım. Sonra yenidən gələrək şəxsiyyət vəsiqəmi götürdüm deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. İş üzrə zərər çəkmiş Fatimənin sözlərinə görə hadisə günü təxminən saat 21:40-da işdən çıxaraq evə yollanıb. Qəsəbədə avtobusdan düşdüm və dayanacaqda Əhmədi gördüm. Mən alış-veriş etmək məqsədi ilə marketə daxil olmaq istəyərkən Əhməd yaxınlaşdı, şəxsiyyət vəsiqəsinin məndə olduğunu verməyimi istədi. Mən isə Əhmədə vəsiqəmini mənə vermədiyini və kobud cavabla qarşılıq verdiyim üçün məni marketin arxasına çağırdı. Heç kimin olmadığı yerdə Əhməd əli ilə bir neçə dəfə üz nahiyəmə zərbələr vurdu. Zərbədən yerə yıxıldım. Yerə yıxıldıqdan sonra saçımdan tutaraq üz və baş nahiyəmə vurmağa davam etdi deyə zərər çəkmiş şəxs ifadəsində göstərib. Sabunçu rayon məhkəməsinin hökmü ilə Əhməd 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsə cəza çəkmə müddəti ərzində hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-da yaşadığı evi tərk etməsi, həmçinin bu müddətdə Bakı şəhərinin ərazisini tərk etməsi qadağan olunub. Bundan əlavə ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, vəzifələrini yerinə yetirməsi tapşırılıb. Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.